Salam, hörmətli izləyicilər. Bugün sizi Sumqayıt şəhərində 3-cü məhəllə adlanan bir ərazidə Stalin layihəli binada 2 otaqlı 58 kvadrat yaşayış sahəsi olan 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən geniş bir mənzilimizlə tanış edəcəyik. Bura binanın həyətidir. Daha sonra mənzilimizin giriş hissəsi gördüyünüz kimi bura koridordur. Stalin layihəli olduğu üçün mənzil geniş hündür tavana malikdir. Mənzilin koridor hissəsindən belə deyək də sağ tərəfdə sanuzel yerləşir. Sanuzel, hamam, tualet tam bir-birindən ayrıdır. Bu layihələrdə idealdır yerləşmə. Baxaq, daha sonra mənzilin digər hissələri ilə sizi tanış edəcəyik. Onu qeyd edim ki, 2 otaq qanuni ayrı mətbəxdir. Mətbəx hissədə mətbəx mebeli qeyd olunan qiymətə aiddir. Elektronik əşyaların dəyəri ödənilərsə, alan şəxs tərəfindən o da saxlanıla bilər. Daha sonra burada mətbəxdən sonra mənzildə həm də qladovka var, xüsusi belə deyim də geyim və əşyaları yığmaq üçün mövcuddur. Mənzilin geniş hündür tavanı var. Burada mənzilimizin belə deyək də qonaq otağı hissəsidir. Mənzilin belə deyək tavanı hündür, döşəmə hissəsi tam parketdir. Yəni zövqə uyğun tam təmir olunub. Bura mənzilin qonaq otağı hissəsidir. Mənzil alan şəxsin birbaşa adına keçiriləcək. Daha sonra mənzilimizin bura balkon hissəsinə çıxışıdır. Öz qanuni balkonudur və gələcəkdə belə deyək də alan şəxs tərəfindən aşağı hissədə balkonu artırmaq üçün burada istəyə uyğun artırıla bilər. Aşağıda yaşayış olan qonşu tərəfindən artırıldığı üçün buna tam bir imkan var. Mənzil Sumqayıt şəhər İcra Hakimiyyətinin çox yaxın bir ərazisində yerləşir. Daha sonra mənzilimizin giriş hissəsinə daxil olandan sonra qarşıda burada yataq otağı hissəsi var. Yataq otağı hissəsində də əlavə dəyər ödənilməklə mebellər saxlanıla bilər. Daha ətraflı ev haqqında məlumat üçün bizim əlaqə nömrələrimizlə və postun bio bölməsində tanış ola bilərsiniz. Diqqətiniz üçün təşəkkür. Səhifəmizi izləmədə qalın. Növbəti mənzillərlə tanış olmaq üçün çox sağ olun, minnətdarım.